Ümumiyyətlə, ölkədə mətbuat azadlığı deyə bir şey qalmayıb. Yəni, bu haqda danışmaq da mənasızdır. Mətbuat azadlığı deyə bir şey qalmayıb. Kim danışmaq istəyir, kim biraz fəallıq göstərir, sabah eşidirik ki, həbs olunub. Yəni, bu nə qədər belə davam eləyəcək? Ələsgər bəy ümumiyyətlə hüquq terroruna məruz qalmışam deyir hər dəfə. Özü də heç yəni düşünmürdü ki, çünki heç bir hüquq pozğuntusu olmayan bir insandır. Hər zaman hər kəsə hüquq təlimləri, hüquq dərsləri vermiş bir insan necə ola bilər ki, hüquq pozğuntusu eləyər? Yəni, bu mümkünsüz bir şeydir. İlk tutulması ilə də bağlı onu bilirsiniz də müayinə zamanı, müayinədən çıxarkən daha doğrusu tutulmuşdu və bu da heç nəzərə alınmadı, belə deyək ki, səhhəti ilə bağlı olan problemləri. Yəni biz dəfələrlə onunla bağlı vəsatət qaldırırıq, təmin olunmur. İndi növbəti məhkəmələrdə yenə yeni əlamətlər ortaya çıxıb, əvvəlki problemlərinə əlavə olaraq beyində, qulaqda səslərin yaranması var, nəsə fərqli bir vəziyyət yaranıbdır, stresli vəziyyətlərdən. Yəqin ki, o zobla bağlıdır. Biz həkimlərlə də məsləhətləşdik bununla bağlı. Dedilər ki, o şişin verdiyi təsirdəndir, yəni boğazda, qalxanavarı və bənzər vəzdə olan şişin böyüməsi ilə bağlı ola bilər ki, o get-gedə başqa təsirlər verir. Hakim Azər Tağıyev, səhv eləmirəmsə, o bildirdi ki, siz mənə əsaslı bir həkim rəyi verin ki, həqiqətən də bu adama əməliyyat buyurulubdur. O zaman mən hansısa bir qərar verə bilərəm bu haqda. Həkim də özü deyib ki, mən onu şifahi deyə bilirəm. Hər dəfə orada UZI həkimi müayinə eləyəndə orada bildirir şifahi şəkildə ki, Ələsgər, mən bu əməliyyat olmalıdır. Bəzən də dedi ki, bir dəfə də gülərək dedi ki, deyirsən, mən burada necə onu əməliyyat eləyə bilərəm? Yəni, mənə rəsmi bir sənəd lazımdır. O da deyir ki, mən onu rəsmi deyə bilərəm, amma rəsmi olaraq verə bilmərəm. Həm də o UZI həkiminin rəyi deyil, o endokrinoloq verməlidir o rəyi. İndi onunla bağlı təbii ki, məcburuq kənarda bir həkim məsləhəti alaq, orada olmadığı üçün sonraki proseslərdə də görək necə olur. Əslində, Ələsgər Məmmədlinin düşüncə və fikirləri faydalı idi və onun atdıqları addımlar da çox faydalı idi. Bu ölkə üçün də, elə iqtidar üçün də, insan, cəmiyyətimiz üçün də. Onun məqsədi hər zaman deyirdi ki, mən normal bir informasiya mənbəyi istəyirəm yetişdirək. Hər cəhətdən yetişmiş jurnalistlərimiz olsun, qanunla, qayda ilə, düzgün formada, kör-körənə fəaliyyət göstərməsinlər. Bilmirəm, kimlərə mane olubdu, kimlər üçün bu problem yaratdı. Bir insan olaraq Ələsgər bəy harada olsa öz hörmətini qazanan insandır. Lakin orada dəfələrlə olub, nə qədər gənc yanında onun dəyişilib, orada olublar. 7-ci sinifdən çıxmış gənclər belə orada olub ki, onlara kitab oxumaq öyrədib orada. Nanki ən az oxuyanı 10-15 kitab oradan oxuyub çıxmışdı o uşaqların. Yəni, hamısı da çox məmnun. Hər biri bir məktub yazıb qoyub gedib Ələsgər bəy üçün orada. Yüzlərlə, minlərlə fake profillərdən yazılır. Ay, nə bilim, nə oldu, hamı xəstə oldu, həbs olunan kimi bu oldu. Əslində, Ələsgər bəy həbsdən öncə, əgər xatırlayırıqsa, həbsdən öncə müayinə olunduğu zaman onu xəstəxanadan aparmışdılar.
İnsanlıq, hətta deyək, insanlıq da qalmayıb artıq. Nəinki hüquqları, insanlıq da qalmayıb artıq. Mərhəmət hissi də deyək ki, yoxdur. Yəni, ona görə də bilmirəm. Yəni, mən 100% nəsə gözləyirəm deyə bilmirəm. Mənəvi, psixoloji və fiziki olaraq burada bizim də hüquqlarımız pozulub. Evladlarımızın da hüquqları pozulub. Yəni, bizim 2 evladımız ali təhsil alır. Kiçik evladımız Ələsgər bəyin həbsindən 2 gün sonra imtahana girdi. Bəli. O stresslə, o gərginliklə təbii ki, təsiri olur. Sadəcə, belə deyim də, çox böyük yaşda bəlkə olduqları üçün çox suallar vermədilər. Biraz da qapalı anlayan uşaqlardılar. Özləri vəziyyəti görürlər və dərk edirlər. Sadəcə, əlbəttə ki, psixoloji sıxıntıları da var, tələbədilər, maddi sıxıntılar var, hüquq pozuntuları əlbəttə ki, var. Bəzi kanallarda, özü də məhkəmələrdə vurğuladı ki, mən 1 il ərzində, səhv etmirəmsə 20 neçə dəfə dedi, öz şəklimi böyük ekranda görmüşəm və biz qaçaqmalçı adıyla göstərilmişik, təqdim olmuşuq. Yəni, əslində, yenə hüquq mövzusuna qayıtsaq, heç bir sübut olunmamış cinayət deyirlər bunun adına. Yəni, cinayət işi yoxdur burada, təbii ki, siz də bilirsiniz. Hansısa bir ittiham olunan şəxsə sübut olunmamış cinayət, əgər sübut olunmayıbsa, onun şəklini ekrana vermək və yaxud da ki, adı ilə onu vurğulayıb cinayətkar demək, bu elə özü bir hüquq pozuntusudur. Elə hüquq pozuntusu buradan başlayır birincisi. Yəni, insan haqları deyilsə, ümumiyyətlə orada da insan haqları müdafiəsi heç nə görmürük biz. Nə ailə olaraq, nə cəmiyyətdə nüfuzlu, tanınmış bir şəxs olaraq, ümumiyyətlə, Ələsgər bəyin 80 yaşlı bir anası var. Hətta 80 üzəri. Yəni, o ana çətinliklərlə evladlarını böyüdüb. Yəni, Ələsgər bəyin səhhətində olan hazırki problem irsi olaraq var onlarda. Atası da 50 yaşlar civarında rəhmətə gedib eyni problemlə. Neçə dəfə görüşünə gəlibdi. Yəni, hər dəfə o deyir ki, anasına sənə əziyyət olur, gəlmə. Amma anadır da, yəni o hər gün deyir ki, mənim evladım təmiz bir vərəqdir. Yəni, mənim evladım heç vaxt artıq qanunsuz, heç evdə belə, ailə münasibətlərində belə o heç vaxt, necə deyim, yanlış bir addımı, hansısa bir qanunsuz bir, adi bir şeyi belə o hər zaman deyirdi, bu qanunla belədir, yox, belə olmaz. Yəni, belə bir insana bu cür qara yaxmaq, onu bu cür, necə deyim, ittiham eləmək ağırdır, nə mənada, mənəvi olaraq ağırdır. Son bu dönəmdə bir adını xatırlamıram, Ağır Cinayətlər Məhkəməsinin bir hakimi rəhmətə getdi. İnanın ki, mən onun bütün açdıqca sosial şəbəkələrdə çıxırdı. Yəni, mən çox təəssüf elədim ki, o insan haqqında, düzdür, mən onu tanımıram, bir dənə olsun belə müsbət bir rəy görmədim. Yəni, insan necə ola bilər ki, həyatı boyu hansısa bir müsbət iş olmasın ki, kimsə ona bir rəhmət oxusun. Bu bir nümunə olmalıdır məncə. Qalan, yəni, hakimlər mi deyim, prokurorlar müstənd. Bundan bir nəticə çıxartmalıdırlar məncə. Ki, ən azından əbədi deyilik bu dünyada. Heç olmasa evladlarının gələcəyini düşünməlidirlər ki, o evladları başı aşağı gəzməsinlər ki, mənim valideynim haqsızlıq edib, mənim valideynim günahsız insanlara qarşı hər hansısa bir haqsızlıq edib. Bu yaxınlarda doğum günü, 2-ci dəfə doğum gününü həbsxanada qeyd etdi. Onunla bağlı sosial şəbəkələrdə çox təbriklər, paylaşımlar oldu. Təşəkkür edirik. Bir daha öz də təşəkkürümü çatdırmağını istəmişdi. Tələbələrindən bir neçəsinin, düzdür, məndə bilirsiniz də, sosial şəbəkədə gərək bir dostluğun, bir yaxınlıq olsun ki, hər birini görə biləsən.
Yəni çoxusunu biz görə bilmirik, eşidirik digər dostlardan. Bir tələbəsinin yazısı diqqətimi çəkdi mənim. Ələsgərbəy Bakı Dövlət Universitetində dərs keçdiyi zamanlarda, daha doğrusu ilk orada müəllim kimi təqdim olunduğu vaxtdan yazmışdı ki, auditoriyaya daxil oldu. Bir yaşlı müəllim gətirdi, təqdim etdi ki, sizə çox yaxşı bir müəllim gətirmişəm, o bir dəyərdir və çox şanslısınız ki, sizin belə bir müəlliminiz olacaq. Çalışın ki, ondan çox şey öyrənəsiniz. Və deyir, bizlə çox yaxın idi. Öz kitablarını bizə Ələsgərbəy təmənnasız paylayırdı. Eyni zamanda evdən bizim meyllərimizə dərsləri, sualları, yəni hər bir şeydə dəstək olurdu. Mən hər zaman onun fəaliyyətini izləyirdim deyir və hətta o müharibədə iştirak edibdi həmin tələbəsi. Və qayıtdıqdan sonra deyir, bu son, daha doğrusu bu ad günü ərəfəsində qarşısına çıxıbdı Ələsgərbəyin. Bəli, həbsdə olması, o çox üzgün idi və eyni zamanda səhhəti ilə bağlı olan problemi eşitmişdi. Orada qeyd edib ki, mən belə bir insanın özünə layiq olmadığı yerdə olmasından çox üzgünəm və eyni zamanda səhhəti ilə bağlı. Orada da digər tələbələrin reaksiyaları var idi və çox təsirli idi. Öncəki məhkəmələrin birində, yəni çıxışlar zamanı Ələsgərbəy vurğuladı ki, əgər mən qaçaqmalçı idimsə, niyə məni gömrükdə yox, gömrükdə tutmadınız, gətirib evimə pul ataraq qaçaqmalçı damğasını yapışdırmağa çalışırsınız mənə. Mənim evim Xiyabani küçəsi, gömrük deyil.